Tovuzun 6 kəndi 30 ildən çoxdur ki, mavi yanacağa həsrət qalıb. Özü də bu kəndlər dağlıq ərazidə yerləşdiyindən burada qış daha sərt keçir. Sakinlərin sözlərinə görə mövcud problem səbəbindən onlarla ailə evlərini tərk etmək məcburiyyətində qalıb. Bəs məsələ niyə həll olunmur? Əməkdaşlarımız sakinlərin problemlərini dinləyib, müvafiq qurumun mövqeyini öyrəniblər. İzləyək. Sarıtala, Çobansıxnaq, Yoğunbulaq, Nəmxoş, Dondarlı və Qaraboyunlar. Tovuzun bu kəndləri illərdir eyni problemlə əziyyət çəkir. Qazsızlıq. Bura Yoğunbulaq kəndidir. Təxminən bu kənd 1650 metr hündürlükdə yerləşir. Eyni zamanda Sarıtala inzibati ərazi dairəsinə daxil olan bu kəndlə bərabər 6 kəndin 30 ildən çoxdur ki, qazı yanmır. Sakinlər isə alternativ olaraq maye qazdan istifadə edir ki, bu da onların çətinliklərini həll etmiş olmur. Sözügedən yaşayış məntəqələri rayon mərkəzindən 50 kilometr uzaqda yerləşir. Dağlıq ərazi olduğundan burada qış sərt keçir. Sakinlərin sözlərinə görə kəndlərdə 80-ci illərin sonlarında mavi yanacaq olub. Amma sonradan qazın verilişi dayandırılıb. Əlac ona qalıb ki, həyətyanı sahəmizdə olan meyvə ağaçlarını mən kəsdirmişəm və qışa tədarik görmüşük. Biz hal-hazırda o balon sistemindən deyirik, balonlardan, o maye qazdan istifadə edirik. Onu da buraya ola bilir ki, maşınlar cək gətirir, cək gətirmir. Bir balon da hardasa gedir 15 gün. Maye qaz balonu, bəli, apar rayonda doldurur, gətiririk. 40 manata, 35 manata balon da olur, pirüzdə bizim yol pulumuz. Sakinlərin sözlərinə görə kəndlərdə 2400 nəfər əhali qeydiyyatda olsa da, qazsızlıq ucbatından ailələrin yarıdan çoxu evlərini tərk etmək məcburiyyətində qalıb. Qazın ucbatından, bax bu Sarıtala, Yoğunbulaq, Çobansıxnaq, Büçə kəndi deyirəm. Buranın 60% yoxdur. Bizim Çobansıxnaq məktəbində 450 şagird vardı, 70 şagird qalıb. Bunlar da ola bilsin 1-2 ilə heç 30 şagird qalmıyor. Qazın ucbatından varif edirlər. Məsələdən Azəriqaz İstehsalat Birliyi də məlumatlıdır. Bildirildi ki, rayonun qazlaşma səviyyəsi abonent sayına görə 92,6% təşkil edir. Sözügedən yaşayış məntəqələrinin də qazlaşmasına maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə baxılacaq.